vətəndaş cəmiyyəti institutlarının bu irsə həssaslığını göstərən belə bir gözəl və faydalı bir forumun təşkil olunmasına görə mən Dövlət Dəstəyi, QT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, bu işdə əməl keçən bütün insanlara təşəkkür bildirirəm. Çünki çox önəmli, anlamlı tədbirdir. Bu forumda iştirak edən bütün dəyərli insanlarımızı, özəlliklə də Türkmən qardaş və bacılarımızı bir daha salamlayıram. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi adına. Bu tədbirin önəmi birinci olaraq nədir? Birinci olaraq bir vəfa borcundan söhbət gedir. Azərbaycan türklərinin öz qardaşlarına vəfa borcundan söhbət gedir. Həm də bu ona görə önəmlidir ki, bu türk dünyası içində müstəqil dövlətlərin sayı 1990-cı ildən sonra artmış oldu. Və müstəqil dövlətlər artandan sonra artıq ətrafa boylanıb müstəqil dövləti olmayan türk qardaşlarımızın, soydaşlarımızın aqibəti, taleyi ilə daha çox maraqlanmaq məsuliyyətini öz üzərimizdə hiss elədik. Və bugün əslində belə bir tədbir həmən məsuliyyətin bir göstəricisidir. Yəni bu məsuliyyəti yalnız Azərbaycan və Türkiyə daşımamalıdır. Bütün Türk Şurasına, Türk Birliyinə aid olan bütün dövlətlər daşımalıdır. Və bizim mədəniyyətimiz birdir, dinimiz birdir, dilimiz birdir, hamısı birdir. Amma bunlar yetərli deyil. Bizim bir olmalı əsas məsələ ortaq gələcək proqramımızın bir olmasıdır. Yəni, ortaq gələcək bir olmadıqda, diqqət edərsiniz, bir sıra ölkələrdə yaşayan türk topluluqlarının vəziyyətinə, durumuna diqqət elədikcə, ortaq gələcəkdə birləşə bilmədiyimizə görə bir-birimizə yadlaşmışıq, bir-birimizdən uzaqlaşmışıq. Və ortaq gələcəkdə də ən əsas dəyərimiz dünyəvi dövlət, dünyəvi çağdaş prinsiplərin qəbul olunmasıdır. Çünki harada teokratik dini dövlətlər varsa, orada məzlum türklər, əzilən türklər var. Harada layiq demokratik cümhuriyyətlər varsa, Türkiyə, Azərbaycan kimi, Orta Asiya cümhuriyyətləri kimi, orada türk topluluqları da öz azadlığını əldə edə biliblər. O baxımdan da biz bu mirasa, bu irsə bütövlükdə, birlikdə məsuliyyətlə sahib çıxmalıyıq. Bir şeir parçası var, məşhur şeir parçası var. Deyər, orada bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Mən hər zaman bu şeiri biraz müasirləşdirib deməyin tərəfdarı olmuşam. Orada bir yol var yaxında, orada bir irs var yaxında, belə də deyə bilərik. O irs, o yol bizim yolumuzdur. Dönəcəyik, varacağıq, o yol bizim yolumuzdur. Yəni, dönməyəcəyimiz, varmayacağımız yolu bizim bilməyimizdir. Buna görə də bu da bizim ağlımızın, zəkamızın və çağdaşlığa uyum qabiliyyətimizdən asılı olan məsələdir. Əslində, bu ortaq proqramı Azərbaycan Prezidenti Cənab İlham Əliyev Milli Məclisin açılış törənində çıxış edərkən elan elədi. Burada da qeyd olundu, bizim bir evimiz var, bu da türk dünyasıdır. Yəni, türk dövlətləri deyil yalnız, türk dünyasıdır. Və bu günləri türk dünyası deyəndə biz reallıqda nəyə başa düşürük? Hələ ki, bizim arzuladığımız nə türk dünyası var, nə İslam dünyası var. Əslində, Amerikalının, İngilisin, Yahudinin müəyyən elədiyi dünyada yaşayan türklər və müsəlmanlar var. Biz bu gerçəkliyi dəyişməliyik. Biz gerçək mənada türk dünyası yaratmalıyıq. Gerçək mənada İslam dünyası yaratmalıyıq ki, söz sahibi olan, diktə eləyən, dünyanın gələcəyi ilə bağlı istiqaməti göstərən bizlər olaq. Başqasının göstərdiyi istiqamətdə gedərkən biz çox istiraflar çəkirik. Özəlliklə də İraqda yaşayan türkmənlərin çəkdiyi zülmü inanın ki, heç bir topluluq bu cür çəkməmişdir. Çünki o qədər rejimlər dəyişmiş, dövrlər dəyişmiş, orada kimlərsə hansısa xalqlara imtiyazlar verilmiş, imtiyaz ala bilməyən, hüquq ala bilməyən tək xalq türkmənlər olmuş.
Yəni bu türkmənlər bu gün diridirlərsə, ayaqdadırlarsa, bu nə qədər müthiş insan iradəsinin bir nümunəsidir. Yəni bu günləri varlığını sürdürən, oradan işit gəlir, buradan müxtəlif səddam, müxtəlif deyək ki, hansısa etnik təmizləmə niyyətini həyata keçirən başqa xalqların təmsilçiləri gəlir, amma ayaqda qalan və iradəsini ortaya qoyan türkmənlər olur. Bəzən heç Türkiyənin əli çatmır, Azərbaycanın əli çatmır kömək eləməyə. Amma bu prosesin içində ayaqda qalmaq böyük qəhrəmanlıqdır. Mən buna görə də istəyirəm ki, türkmən xalqını burada iştirak edən, eləməyən hamısını, soydaşlarımızı biz gürültülü alqışlarla onları Bir daha mən təşəkkür edirəm, arzu edirəm ki, bu cür forumlarda biz ortaq gələcəyin proqramlarını ciddi şəkildə müzakirə edək. Yəni bu tədbirlər duyğular üzərindən, şeir üzərindən, ədəbiyyat üzərindən bizim dayanışmamız, dövrləri artıq arxada qalır. Onlar olmalıdır. O duyğular həmişə bir olmalıdır. Amma biz artıq siyasət üzərindən, gələcəyin sağlam, elmi və hədəfə doğru yürüyən proqram üzərindən müzakirələr aparmalıyıq və bir-birimizə hansı məqamda kiçicik də olsa, mümkün, real, hansı dəstəyə verə bilərik, hansı məsələdə həmrəylik göstərə bilərik və bir-birimizlə gələcəkdə hansı istiqamətdə daha dünya konjekturunda irəli gedə bilərik, bu məsələləri müzakirə edib və yol xəritəmizi bu cür tədbirlərdə əldə edə bilək, hazırlaya bilək. Bir daha mən bütün iştirakçılara təşəkkürümü bildirirəm. Sağ olun, sağ olun.